Salam aleykum, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün əmək haqqıdan danışacağım. Düzdür, qısa bir video olacaq və həmin videoda əmək haqqı nə deməkdir, əmək haqqının tərkibinə nələr daxildir, minimum əmək haqqı məbləği nədir, bu barədə danışacağım. Ümid edirəm faydalı olacaq. Əmək haqqı bildiyiniz kimi müvafiq iş vaxtı ərzində, yəni işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsində göstərilən iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün, əmək funksiyası bildiyiniz kimi işçinin vəzifə təlimatıdır və əmək müqaviləsinə göstərilməlidir. Həmin əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə görə işə götürən tərəfindən pul və ya natura formasında işçiyə ödənilən gündəlik və ya aylıq məbləğ. Habelə ona əlavələrin, mükafatların və digər ödənişlərin məzmunsudur əmək haqqı. Əmək haqqının minimum məbləği 2025-ci il Prezident sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən 400 manat minimum əmək haqqıdır. Çox insan bunu qarışdırır. 400 məbləğ burada hesablanmış, yəni praktikada gross olaraq adlandırılır. Gross məbləğ 400 manatdır. Onun artıq net məbləği minimum əmək haqqıda, yəni karta köçən məbləği 400 manatdan az edəcək, təxminən 365 belə. Yəni tam dəqiq desək 364 manat edəcək, heç 365 manat etməyəcək. Yəni bəzi insanlar qarışdırır, deyirlər bizə 364 manat verilir, minimum əmək haqqı 400 manatdır. Yəni hər bir işçinin heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə bu qeyd etdiyimiz minimum əmək haqqıdan az olmayan əmək haqqı almaq hüququ vardır. Bəzən sual verilir, işçi 200 manat əmək haqqı ilə işə cəlb oluna bilərmi, əgər tam işləmirsə? Bəli, burada tam iş həftəsini, tam iş ayını işləyən işçilərdən söhbət gedir minimum əmək haqqıda. Məsələn, natamam iş qrafiki ilə, yarım ştat iş qrafiki ilə işləyən işçilərdə bu məbləğ minimum əmək haqqıdan az ola bilər. Və minimum əmək haqqı bildiyiniz kimi iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsidir. Minimum əmək haqqıdan sonra ümumiyyətlə əmək haqqının tərkibinə nələr daxildir, bu barədə qısa məlumat verək. Əmək haqqı deyildikdə əmək haqqının tərkibinə tarif maaşı, yəni vəzifə maaşı, razılaşdırılmış məbləğ, daha sonra həmin tarif maaşına əmək haqqına əlavə, bu əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək, həvəsləndirmək məqsədi ilə işçinin tarif maaşına əlavələr, yəni artıq saat, gecə işə cəlb olunmasına görə ödənilən pul, bayram günü işə çıxdığına görə pul və s. və mükafat. Mükafat da yəni işçinin maddi marağının artırılması məqsədi ilə işçi üçün nəzərdə tutulmuş həvəsləndirici pul vəsaitidir. Bunlar hər biri əmək haqqının tərkibinə daxildir və hər biri cəmləndikdən sonra sosial tutulmalara cəlb olunmalıdır.